Yaxşı, başlayaq. Bəş cisimlər və mayelərin xassələri. Və mayelərin xassələri. Biz bunu dəyişək biraz. Bəş cisimlər və mayələrin xassələri uşaqlar. Birincisi baxacağımız nədir? Birinci baxacağımız odur ki, biz bir şey yadımıza salağın. Maddənin demək aqreqat halında nə idi uşaqlar? Birincisi bəş, sonra maye, sonra qaz, bir də plazma var idi. Gələcəkdə keçəcək plazmanı. İndi bizə plazma lazım deyil. Bu dəqiqə bizə lazım olan budur ki, birincisi bərkdir, maye, qaz, plazma hallarına görə. Bərkdən maye keçirmək üçün nə etmək lazımdır? Əritmək lazımdır. Düzün, buna deyirik ki, ərimə. Bəs mayədən bərkə keçmək üçün və ya kristallaşma, fərq etməz. Kristallaşma. Bəs mayədən qaza buxarlanma. Bəs buxardan maye kondensasiya. Bərkdən qaza sublimasiya, sublimədə deyirlər. Bu da desublimə deyəcək, düzümü? Aha. Bunu bilirsiniz, bunu çoxunuz bilirsiniz ki, keçirməsinə. Burada sizdən soruşacağı başqa şey var. Bunların hansında, hansı keçiddə enerji udulur? Hansı keçiddə enerji ayrılır? İşte olanda enerji ayrılır, udulanda da işte lazımdır deyə ərimədə. Məsələn, deyirik ki, cisim, bax keçində, əgər qızmağa doğru gedirsə, enerji udmalıdır ki, qızsın da, aydındır. Yəni, bax bu keçid, belə keçid, bərkdən maye, mayədən qaza keçidməsi üçün mütləq enerji udmalıdır ki, bu proses baş versin. Aydındır. Amma tərsi olması üçün, buradan, tərsi olması üçün mütləq enerji ayrılmalıdır. Məsələn, soyuma gedirsə enerji ayrılır. Aydındır. Buna görə də cisimdə soyuma baş verir. Yaxşı, bunu yaddan çıxartmayaq. Nə vaxt enerji udulur, nə vaxt enerji ayrılır deyəndə, məsələn, deyəcəksiniz ki, buz əriyir, enerji udur deyə əriyir. Amma su donur, enerji ayrılır. Aydındırmı? Yəni, keçidlərə xüsusi diqqət yetirin həmişə. Aha. Keçən uşaqlar, birinci islatma kapillyarlıq hadisəsinə. Nədir islatma kapillyarlıq? Səthin gərilməsi əmsalı. Səthin gərilmə əmsalı. Səthin gərilməsi, səthin gərilmə əmsalı. Səthin gərilməsi nədir uşaqlar? Su, birinci islatmaya baxaq, sonra su səthin gərilməsinə də baxarıq uşaqlar. İslatma hadisəsi, İslatma necə baş verir? Uşaqlar, su damcısı düşəndə ya yumru formada düşür, ya da yayılmış bir formada düşür. Məsələn, bunun üzərində su düşəndə baxarsınız ki, su yoxa çıxdı. Amma məsələn, tutaq ki, yarpağın üzərinə düşəndə, su keçilməz qurtqanın üzərinə düşəndə, suyun üzərinə düşəndə damcı düşür kimi düşür. Müşahidə eləmişsiniz də. Ya isladır, keçir, qalmır, ya da ki, damcı formada qalır. Bax, bu düşən suyun formasına görədir. Yəni, bax, bu cisimlə əlaqəli olan bir şeydir. Əgər isladandırsa, təmiz yayılacaq. Keçəcək cismin daxili. Yox, islatmırsa, elə yumru formada qalacaq. Aydındır. Buna deyirik ki, isladan, islatmayan, paltarlarımızın islanıb sanmaması mənasında. Buna bəzən belə də baxa bilirik. Kör bucaq, iti bucaq kimi də baxa bilirik. Məsələn, burada kör bucaqdır, amma burada iti bucaqdır. İti bucaq olanda isladır, kör bucaq olduqda isə məhz islatmır. Başqa formada da baxa bilərik. Məsələn, tutaq ki, qab götürsək. Qabın içərisində maye tökək. Əgər islatmırsa, belə bir su qıraqlardan qaçacaq. Bir oval forma əmələ gələcək, gərəcək, su qabın divarlarından kənara qaçacaq. Yəni, islatmır, yapışmaq istəmir. Bax, divarlara və yaxud da yerə yapışmaq istəmir. Çünki deyirik ki, onun molekullarının cazibəsi, bəş cismin molekullarının cazibəsindən yüksək olduğu zaman məhz islatmır. Baxın, yenə də burada necə əmələ gətirdi? Kör bucaq əmələ gəldi mi burada? Məsələn, kör bucaq. Amma buna fikir verək, isladan olsa nə olacaq? İsladan olsa bu divarlara yapışacaq, bu formada yapışacaq. Yenə burada hansı bucaq əmələ gətirdi? İti bucaq.
Aydındır. İti bucaq olduğu zaman isladır, kör bucaq olduğu zaman isə məhz islatmır. Bu qabın içindədir. Qabın içində. Maye qabın içindədir. Aydındır. Yəni bu mayedir. Bax bu mayedir. Bu mayedir. Gördüyümüz bax bu mayedir. Aydındır. Fərqi yoxdur. Məsələn, tutaq ki, bir qab götürsək, kapillər boruda necə olacaq? Kapillər boru bilirsiniz nədir? Millimetrdən kiçik olan borular. Kapillər borular. Kapillər damarlar deyirsiniz, kapillər borular. Çox kiçik borular, incə borular dedikdə. Əgər islatmırsa, su kapillər borunun içinə girmir. Elə buradaca düyünlənir, qalır. Girmir. Əgər isladandırsa, bax, su boru vasitəsilə yuxarıya kimi qalxır. Məsələn, deyirik ki, ağacda çox gözəl bir şirin sulu meyvə var. O su ora necə gedib çıxır? Kapillər damarlar vasitəsilə. Aydındır. Ağacın yarpağını zadını cırmışsınız da, belə parçalamışsınız da. Su axırmı? Su axırmı? Xeyr. Müşahidə eləsəz, ağacın yarpağından su damcılamır. Amma o qədər incə damarlardır ki, ağacın hər hansısa bir yarpağının ucuna su getməzsə, o quruyacaq. Hamısına su gedir. Amma biz onu müşahidə edəndə çox çətinliklə müşahidə edirik. Aydındır, doğrudur, nəm olur nisbətən. Ancaq tam o uc damarlara kimi su hərəkət edir, qayıdır. Bizim ağaca barmağımızın ucundan damar qan axmadığı müddətcə orada çürüyəcək. Bax, tam uc hissəsinə bir balaca iynə batan kimi başlayır qan axmağa. Bütün insan vücudundan qan dövran etdiyi kimi ağacın da bütün damarlarından eyni şəkildə yarpaqların tam ucuna kimi su damarları hərəkət edir. Orada da hər hansına birisinə su getməsə qurmağa məhkumdur. Görürsünüz ki, budaq qırılır, ağacın yarpaqları solur, meyvə tökülür. Səbəb çünki orada artıq su getmir. Aydındır? Bax, eyni proses. Kapillər damar millimetrdən kiçik damarlardır. O su nə qədər damarlar kiçikdirsə, su bir o qədər daha yuxarı qalxa bilər. Aydındır? Yaddan çıxartmayın. Bax, isladan olanda qalxır, islatmayan olanda isə bəs içərisində su qalmış, olur, içərisi daxil olmur, içərisində daxil olmur. Elə bax, burada da yumurlanıb qalacaq. Və səthin gərilməsi nədir? Səth necə gərilir? Nə formada gərilir? Məsələn, tutaq bir qab götürək. Mən bunun üçün su tökdük. Su ta ki, o belə bir forma əmələ gətirdi. Və yaxud da ki, elə bir damcı götürək, belə bir forma əmələ gətirdi. Bax, bu damcı molekullar, su molekulu olsun, civə molekullar fərq etmir. Bax, bir-birlərini tutaraq, bir-birinə sıxışaraq və bu formada mərkəzə doğru gərirlər ki, aydındır, o zaman dartırlar, buraxmaq istəmirlər. Aydındır, gərilir və ortada bizim üçün bir qüvvə olur. Bu səthin gərilmə misalı qüvvəsidir F. Bu səthin uzunluğuna L desək, səthin gərilmə misalı sigma hərfinə işarə olunur. F bölünsün L düsturlar tapılır. Vahidi Newton bölünsün metrdir. Nəyin vahididir? Ay, sağ ol, sətliyin vahididir. Və mənim sigma, unutmursunuz, F-dən L-dən asılı deyil, asılıdır 1. Maddənin növündən asılıdır. Maddənin növünə görə səthin gərilməsi dəyişir. Məsələn, kerasin deyək və ya da ki, spirt deyək, tutaq ki, o şəkildə gərilib durmur. Aydındır, tez yayılır. Su biraz nisbətən yağ daha çox damcı formasını alır yeri gələndə. İkincisi, temperaturdan asılıdır. Temperaturla necə asılıdır uşaqlar? Tərs asılıdır. Temperatur artanda molekulların cazibəsi zəifləyir. Keçən dərslərdə keçmişdik. Molekulların cazibəsi zəifləyir. O zaman yayılır yerə. Çox gərilmiş olmur. Ona görə soyuq su damcısı daha çox damcı forma alır. İsti su damcı formasını çox ala bilmir. İsti su məhz yayılır. Aydındır? Bax, səth belə gərilir. Bunun ən yaxşısı belə şeydə də təcrübədə istifadə edirlər. Bu uşaqlar ki, köpüyün içərisində şey salıb çıxarıb üfürürsünüz, belə yumru-yumru köpüklər buraxır. Görmürsünüz də. Bax, onun bir dənəsini götürüb, böyük bir dənə çərçivəsinin birini götürsək, ortasına boş ip bağlasaq və köpüyünlə içərisinə daxil etsək, çıxarsaq, hər tərəfi köpük olacaq. Yəni, burada köpükdür, bax, burada köpükdür. Əgər mən bunun bir tərəfini deşsəm, buradan bir deşik açsam ki, bu köpük bilir. Onda bu tərəfdə
ip qoymayacaq, bu tərəf deşilməyəcək. Bu ipi çəkəcək özünə doğru. Bax, bu dəfə ipi çəkəcək özünə doğru. Bax, həmən bu ortadakı ip bu formanı alacaq. Yəni, bu tərəfə dartılacaq. Aydındır? Gərəcək özünə doğru. Gərmə anlayışı budur. F qüvvəsindən gələcək. Bu tərəfi də özünə doğru gələcək. Amma bu təbəqə sərt təbəqə olduğu üçün əyilmir. Amma ortadakı boş ip olduğu üçün nə edir həmən dəqiqə? Əyilir. Aydındır? Sərt özünə doğru gərilir. Təsəvvür edə bildinizmi? Məsələn, tutaq ki, belə bir qap götürək. 4 künc olsun. Buradan bir boş ip bağlayaq, buradan bir boş ip bağlayaq. Hamısı da şeylə dolduraq. Köpü ilə dolduraq. Və ortanı deşsək, nə olacaq? Hansı tərəflərə? İkisi də kənarlara, doğrudurmu? İkisi də kənarlara doğru gəriləcək. Bu belə doğru gedəcək, bu da belə doğru gedəcək. Aydındır, köpük buralarda olacaq, amma ortada heç nə olmayacaq. Və ya kənarları deşsəydik, hara doğru gərilərdi? Ortaya doğru. Belə bir forma əmələ gətirir. Başa düşürük? Yəni, o köpüyü özünə doğru çəkir də, yəni gərir. Özünə doğru həmən dəqiqə çəkmiş olur. Buradan F-i tapsam, sigma L və ya sigma 2πr və ya sigma pi d şəklində yaza bilərik. F-imizin yerinə mg və ya mg, m-in yerinə rho vj də yaza bilərəm. O da bərabərdir sigma 2πr-ə. Aydındır? Yəni m-imizin yerinə rho v yaza bilirik də. Rho, v-nin yerinə shg biz bilirik. H bax, bu borunun hündürlüyüdür. S də bunun sahəsidir. Bərabərdir sigma 2πr-ə. Rho, S-in yerinə πr kvadratı hg bərabərdir sigma 2πr yazaram. Pi'lərimiz buradan ixtisar gedər. R-in də biri gedər. Bəli, buradan h-ı taparam ki, 2 sigma bölünsün. Rho, j, r. Bir dənə r qalıb. Və ya 4 sigma bölünsün. Rho, j, d formasında yaza bilərəm. R-dəki d bölü 2-dir da. Baxın, görün, nə müşahidə edirik. Orada qalxan mayenin hündürlüyü isə radiusla, diametrlə necə mütənasibdir? Tərs. Orada qalxan mayenin hündürlüyü radius və diametrdən tərs asılıdır. Radius və diametr nə qədər kiçik olacaqsa, orada maye bir o qədər dəfə yuxarı qalxacaq. Aydındır? Yaddan çıxartmayın. Baxın. Burada mayenin, mən belə qara hərflə yazacağım, amma o çəkisi, buna P deyə bilərəm. Həcmi və kütləsi, bax, həcmi, kütləsi və çəkisi, bu da çəkidir. Amma radius və diametrdən isə uşaqlar düz asılıdır. Borunun radius diametri nə qədər genişdirsə, su çox girəcək, hündürə qalxacaq, demirəm, çox girəcək, kütləsi çox olacaq. Ancaq digər ki, hündürlüyə qalxması üçün boru nə olmalıdır? Daha incə olmalıdır. Yaddan çıxartmayaq, daha incə olmalıdır. Hətta borudakı suyun təzyiqini də tapa bilirik. O təzyiqə Laplace təzyiqi deyirlər. Təzyiqin düsturu nə idi? P bərabərdir. Rho j h-dır da. H-ı gətirib burada yerinə qoysam, rho j vurulsun. 2 sigma bölünsün. Rho j r. Bunlar gedər. 2 sigma böl r və ya 4 sigma bölünsün d yaza bilərəm. Baxın, mənim eyni ilə təzyiqim də təzyiq. Bax, təzyiqim də uşaqlar radiusla diametrlə tərs asılıdır. Boruda nə qədər incə olarsa təzyiq o qədər çoxdur. Hansı təzyiq idi çox olan? Borunun dar hissəsi, geniş hissəsində təzyiqlər var idi. Daha dar hissəsində təzyiq çox olurdu. Hansı təzyiq idi o? Dinamik təzyiq. Yadınıza gəlir. Borunun geniş hissəsində statik təzyiq çox idi, dar hissəsində dinamik təzyiq. Sürət də çox olur. Ona görə də adicə biz qan damar sistemlərimiz də belə uşaqlar. Qan damar sistemlərimiz bax nə qədər incədirsə, o qədər yaxşı ötürücülük, yəni problemlər, başqa problemlər yoxdursa, ötürücülük daha yaxşı, daha sürətli qan axacaq və təzyiqdən normal olacaq. Amma bəzən idmançılar və ya da çox sərt ağır yüklər qaldıranda damarlarımız, kapilyar damarlarımız genişlənir. Şişmələr, partlamalar, kapilyar damarlar genişlənəndə sürət zəifləyir. Qan damarda sürət zəifləyəcək. Çünki genişlərdə sürət zəif olur. Qan damar sürəti zəifləyir.
laxtalanma əmələ gələ bilər, başqa səbəblərə gətirib çıxara bilər. Aydındır. Baxın, dəfələrlə qəbul imtahanında bu düsturlar düşüb. Neçə dəfə bu düsturlar soruşublar. Bu orada qalxan mayın hündürlüyü. Qrafiklər düşüb. Bu qrafiklər düşüb, bu düsturlar düşüb uşaqlar. Bunlar özlə neçə dəfələrlə eyni bax bu suallar düşüb, bunları yaddan çıxarmayaq. Bəs suyu yuxarı qaldıran hansı qüvvədir ki? Suyu yuxarı qaldıran o kapilyar boruda, borunun kənarları darta-darta suyu yuxarı qaldırır. Aydın? Hə, çəkə-çəkə dartır özünə. Bəli, suyun səthin gərilməsi var, o gərilmə qüvvəsi dediyimiz odur. Aydındır? Su da bəli qopmur, su damcı-damcı yapışa-yapışa gedir. Aydın? Şarı atırlar, havaya yapışır. Aydındır? Şar yapışır havaya. Sonra ona su vururuq, su yavaş-yavaş onu darta-darta gətirir aşağı. Şara. Sən baxaq görək bizə onu YouTube olaraq tapa bilərikmi? Sizə bir balaca dəstək olun mən. Uşaqların, bu Yusufun Şahmat deyək. Hə. Görək. Baxaq görək qarşımıza yaxşı video çıxsa, ona aid bir şeyə baxa bilərik. İngilizcə yaza bilsəydik, daha yaxşı çıxardı. Nə yaza bilərik İngilizcə biləniniz qabiliyyəti olan? Hə? Necə? Həbsədə 5 dəfə ingilisini deyir, özü bir şey deyir. 5 dəfə olsun. Orada özündə tərcümə yoxdur, fırlansın. Fırlansın. Onun üstünə Nəsə də yuxarı yolmuşdu ingilisində. Dedin də, O elə şəşlə basın. mən translate ataq, anonsunu yazarım. Nə oldu? Bir səsi çıxmadı. Yoxdur, bir dənə yesə yaxşı biləniniz. Onu bir qısıq yalnız. Hamı uzatın bir-birinizin üstünə. Hə. Belə saç deyir, ona deyir ki, bunu giysən, ən yaxşı var. Yəni orada ingiliscədə olsaydı çox gözəl orada videolar var. Yəni su gərilərək bir cismi özünə doğru çəkir. Buna yaxşı məsələn stolun üstə su tökülür. Biz bəzən əlimizlə dartıb hara aparırıq. Müşahidə eləmisiniz heç belə. Dartdıqca barmağımızdan su da onun arxasınca gəlir. Etmisiniz uşaqlıqda eləyirdik belə suyu yayırdıq da, yəni o bir-birini dartaraq gəlir. O səthin gərilmə qüvvəsi bax odur yəni. Səthin orada cazibə var, su gərilir və bir-birindən molekulları tuta-tuta darta-darta aparırlar. Aydındır? Bəli. Yəni orada müxtəlif bəlkə də başqa səbəblər də olar. Yaxşı. İndi keçək uşaqlar, cisimlərin xassələrində iki tip cisim var. Kristal və amorf cisimlər deyirik uşaqlar. Kristal cisimlər və amorf cisimlər. Kristal cisimlərlə amorf cisimlər bölünərkən iki hissəyə parçalananda, iki hissəyə bölünürlər. Yəni belə deyək. Misal üçün, məsələn, şüşə bərkdirmi? Bərk deyil, bərkdir. Amma amorfdur. Aydındırmı? Onu belə deyirik də, yəni o xassələri, sonra apararsan təcrübə. O xassələr kristal və amorf olması üçün, xassələrində materiallarına dəyişib şey. Qulaq as. Məsələn, deyirik ki, buz kristaldır. Duz kristaldır, metallar kristaldır. Aydındır. Kristal olması üçün molekulları nizamlı düzlüşə malik olmalıdırlar. Birincisi, molekullar nə olmalıdır? Nizamlı düzlüşü olmalıdır. Yəni, nizamlı düzlüşü olmalıdır. Məsələn, tutaq ki, bu şəkildə bir nizamlı düzlüşü olmalıdır. Onun məncə tuzun molekulların nizamlı düzlüşü var. Bəli. Ancaq amorfda xaotik düzlüş var. Nizamsızdır.
Düzlük. Məsələn, deyirik ki, kristal cisimlərin xüsusi ərimə temperaturu var. Bax, ərimə temperaturu var. Ərimə temperaturu var kristal cisimlərin. Xüsusi ərimə temperaturu. Məsələn, deyirik ki, buz 0 dərəcədə əriyir. Qurğuşun 360 dərəcədən əriyir. Alüminium 600 dərəcədə əriyir. Nə bilim, dəmir 1300 dərəcədə. Hansı o temperatura çatdısa əriyir. Amma amorflarda belə bir anlayış yoxdur. Amorflarda deyirik ki, ərimə aralığı var. Ərimə temperaturu yoxdur. Ərimə aralığı var. Hansı aralıqda əriyir? Bəli. Məsələn, deyirəm ki, salafan, yəni o su butulkasını verə bilərsənmi? Bəlkə salafanınız o. Yaxşı. Baxın, deyirəm ki, bu əlimizə götürdüyümüz tutaq ki, bax, bunda üzündə, hər halda bunun üzündə də salafanı var da, eləmi? Bəli. Bunun üzündə salafanı var, hə? Baxın, bunu, bilmirəm, heç əritmisiniz, salafanı əridiyini görmüsünüz. Salafan əriyəndə sərtləşir, kauçuka dönür. Aydındır. Xassiyə eyni xassədir. Məsələn, deyirik ki, hamısı, məsələn, neftdən əmələ gəlir, nə bilim, parafindən və s. Nəydənsə bir şeydən əmələ. Amma hamısı standart əmələ gəlirlər. Standart. Nə deməkdir? Məsələn, tutaq ki, deyir ki, çox vaxt amor cisimlər elə eyni cisim, rezindir, kauçuklardır, plasmaslardır, bunlar hamısı, məsələn, deyir ki, neftdən əmələ gəlib. Xassələri eynidir. Hamısı. Amma ərimə temperaturaları, məsələn, bunu zajqalka deyək və ya bir kirbit tutsaq, bunun altında o dəqiqə əriyəcək. Aydındır. Bunu tutsaq, o dəqiqə əriməyəcək. Biraz keçdikdən sonra əriyəcək. Məsələn, bu 50 dərəcədə əriyəcəksə, məsələn, bu 70-80 dərəcədə əriyəcək. Bu isə qaynar su töksək nə olacaq? Butulka büzüşəcək. Tökmüsünüz? Butulka büzüşür. Aydındır. Demək ki, 100 dərəcədə əriməyə başlayır. Məsələn. Amma salafan məsələn 70-50 dərəcədə əriyir. Bundan biraz sərt olsun, məsələn başqa kauçuk olsun, deyəcək ki, o 150 dərəcə olmasa ərimir. Məsələn, qələminiz, təşəkkür edirəm. Məsələn, qələminizə qaynar su töksək, heç nə olmayacaq. Aydındır? Ancaq bu 130-140 dərəcədə əriyəcək. Aydındır? Biraz sərtliyi çox olan da artıq 170 dərəcədə əriyəcək. Şüşə nə bilim 250 dərəcədə əriyəcək. Baxın, amorf cisimlərin, məsələn, bundan salafan düzəltmək çox asandır. Bunu əridirsiniz, genişləndirirsiniz, olur salafan. Salafanı əridirsiniz, olur kauçuk. Aydındır, bunların xassələri hamısı eynidir. Aydındır, yaddan çıxartmayın. Xassələr var, hamısı xassəsi eynidir, amorf cisimlər. Amma kristal cisimlər elə deyil. Dəmiri əridib alüminium düzəldə bilmərik. Kristal cisimlərdə alüminium əridib, nə bilim, mis düzəldə bilmərik. Hərəsinin öz xüsus xassəsi var. Amma amorf cisimlərdə xassələr hamısı eynidir. Əlbəttə ki, həmişə. Amma amorf cisimlər müxtəlif xassələrə malikdir. Eyni xassəyə malikdir. Hamısı standart xassələr. Amma amorf cisimlər. Amma kristal cisimlərin xassələri hamısı müxtəlifdir. Dəmirin öz xassəsi var. Alüminiumun, misin, nə bilim, qızılın, hərəsinin öz-özündən məxsus xassəsi var. Ərimə temperaturuna görəndə gördüyünüz kimi hərəsinin öz ərimə temperaturu var, amma amorfda ərimə temperaturu yoxdur. Bir aralıq var. Deyirik ki, 50-250 dərəcədə hamısı əriyir. Təsəvvür edə bilirik, başa düşdük. Yəni, bu territoriyada hamısı əriyəcək. Başa düşdükmü? Bəli. Sonra bir nə deyirik ki, uşaqlar anizotropdur. Buna deyirik ki, izotropdur. Nə deməkdir anizotrop, izotrop? Xassələri bayaq dediyim kimi müxtəlif istiqamətlərdə eyni. Ona görə elə yazıram ki, xassələri müxtəlifdir. Bunda da xassələri nədir? Eynidir. Məsələn, buna aid kristal və amorf cisimlər. Orada sonra monokristallar, polokristallar belə tək, yəni qarışıq kristallar da var. Onlara da elə-belə göz yazıra bilərsiniz. Amma bu qədəri bizə bəs edir. Bu qədər bizə məhz edir. Mexaniki gərginlik. Gərginlik. Gərinmə bilirsiniz uşaqlar. Məsələn, tutaq ki, əlimizə tutduğumuz bu butulkanı gəririk. Vururuq.
sıxılma, dartılma, gərilmənin müxtəlif növləri var da. Yəni daş hamısını gərilmə biz onları keçmişik. İndi mexaniki gərginlikdə o zaman qüvvənin təsiri nəticəsində bir sahəsi S olan yeri məsələn tutaq ki, əyməkdir da. Məsələn tutaq ki, bu lövhəni üzərinə bir cisim qoyduqda təzyiq qüvvəsi sahəsi S olan yeri aşağı sıxır. Mexaniki gərginlik də sigma hərfi ilə işarə olunur. Qarışdırmayın o sigmanla bunu. Bunun düsturu F bölünsün S-dir. Bəlkə F bölü L idi. Vahidi Newton bölünsün metr kvadratı. Bu bizim üçün nəyi verir uşaqlar? Paskalı. Newton bölü metr kvadratı. Paskalı verir. Sigmanın ikinci bir düsturu var uşaqlar. Epsilon Y düsturudur. Epsilon nisbi uzanmadır. Delta L bölünsün L sıfırdır. Vahidi yoxdur. Yoxdur uşaqlar. Nisbi uzanma. Bəli. Nisbi uzanma. Və unutmuruq, nisbi uzanmamız başlanğıc uzunluqdan asılı deyil. Bura artırsa aşağıda artır, ona görə qiymətcə dəyişim müşahidə olunmur uşaqlar. Onlardan asılı deyil. Delta L isə mütləq uzanmadır. Vahidi 1 metrdir. Tanışdır bu bizə. Mütləq uzanma. Hardan tanış idi? K. F bölü X idi. X orada nə idi? Mütləq uzanma. Aydındır. Yaxşı, bunun vahidi yoxdur. Sigmanın vahidi Paskaldır. Sonunda Y-nin də vahidi nə olacaq? Bəli. Y nə idi? Yadınıza salaq uşaqlar. Young modulu. Yadınıza düşdü. K bərabər Y S bölünsün E0. Sərtlikdəki. Aha. Paskal. Ona görə də mən deyə bilərəm ki, mənim Y-min də vahidi olacaq 1 Paskal. Ona görə də 3 şeyin vahidi Paskaldır. Təzyiq, mexaniki gərginlik və Young modulu. Bunların üçünün də vahidi Paskaldır. Ona gəlin bərabərləşdirək. Yazmışıq ki, F bölünsün S bərabərdir Epsilon Y-yə. Mən buradan F-i tapsam, Epsilon Y vurulsun S-dir. Epsilon 2 nədir? Delta L bölünsün L0 YS. YS bölü L0'a nə demişik? K demişik. K'dır. Sərtlik. Qaldı nə? K delta L və yaxud da ki K X. Huk qanununun ifadəsi F bərabərdir KX yox idi. Bu da ki delta X də yazarsınız, X yazarsınız. Yəni mütləq uzanmadır o. Buradan çıxır. Ona görə də sigma bərabərdir Epsilon Y-yə. Bəzən də huk qanunu ifadəsi də buna da deyirlər. Huk qanunu. Yaxşı. Vəssalam. Yekunlaşdır. Bir dənə son böyük bir cədvəlimiz var. Onu çəkirəm. İndi kimi keçdiyimiz onların hamısını bir yerə yığıram və yekunlaşdırırım. Olar. Hə, uşaqlar. Demək ki, bu molekulyar kinetiki nəzəriyyədən keçdiyimiz ərimə, bərkimə, qızma, qaynama və s. bunların hamısını keçdiksinə, onların hamısını bir yerə yığaq, bir dənə qrafik üzərində, böyük bir qrafik çəkək, hamısını bir qrafik üzərində təsvir edək və sizin də beyninizdə formalaşsın və bu qrafikdən həmişə suallar gəlir, diqqət yetirəyin uşaqlar. Sizə mən böyük bir qrafik çəkəcəm, böyük bir qrafik çəkim. Böyük bir qrafik çəkəcəm uşaqlar. Temperaturumuzun uşaqlar isti miqdarından və daxili enerjidən də asılılığını götürə bilərik. Biraz bunu çəkdim. Buradan çəksəydim daha yaxşı olardı. Aha, uşaqlar, hər hansı bir maddəni götürək, onu əvvəlcə qızdıraq, sonra isidək, sonra əridək və s. bu formada davam edək. Götürəcəyimiz maddə olsun, qoy buz. Bəli, buz götürək.
Çünki mənfidən başlayaq. Ona görə deyirəm. Məsələn, deyirəm ki, mənfi 30 dərəcədə biz buz götürək bir dənə. Qoy olsun, mənfi 30 dərəcədə bir buzumuz olsun. Buzu əvvəlcə isidirik. Nasıl bir müddət qalır? Sonra buzu əridirik. Olur su. Sonra suyu isidirik. Buxarlanır. Qızır. Qaynama temperaturuna çatır. Sonra suyu qaynadırıq. Aydındır. Sonra buxarı qızdırırıq. Yaxşı, buxarı qızdırırıq. İndi, bax, birincisi, biz dedik ki, burada buz qızır. Buz qızanda düsturumuz Cm delta T'dir. Ama buz kızır, orada kızırsa ərilir. Xeyr. Sıfıra çatmayacan ərimir. Aydındır. Sonra deyirik ki, gəlir, bu bizim sıfır xəttimizdir. Sıfıra temperaturu çatanda buz əriməyə başlayır. Ərimənin düsturu Q bərabərdir, lambda m'dir. Başlayır, yazıram ki, bax, buz əriyir. Buraya yazacağım ki, lambda m. Hardan başlayır əriməyə? Burada. Harda bitir? Burada. Burada buz çoxdur, su azdır. Amma bura gəlib çatanda buz azdır, su çoxdur. Təmiz gəlib, sonra çatanda hamısı olur su. Aydındır. Suyu təzədən nə edirəm? Təzə qaynayır. Su qızır. Xeyr, qızır. Nə olmalıdır? Cm delta T. Qızmalar hamısı T. 273 yazılır. Yazıram ki, indi su qaynayır. Buna buxarlanma kimi də baxa bilərik ki, burada buxarlandırırıq. Bunun düsturu nədir? Elm. Su buxarlanmağa burada başlayır, burada su buxarlanıb qutarır. Hamısı olur nə? Buxar. Bu hissəsində yazıram ki, buxar qızır. Aydındır. İndi sistemi buxar böhran temperaturuna kimi qızdırmışdıq ki, niyə qızdıra bilmir? Qızır da. Çox qızmış hava, qızmış buxar fərq etmir. İndi sistemi tərsinə yığaq. İndi deyirəm ki, buxar soyuyur. Buxar kondensasiyadır. Maye soyuyur. Maye kristallaşır. Maye, yəni buz soyuyur. Oldu buz və buz da soyudu. Bu cədvəl sizin üçün çox vacibdir. İndi təzədən bu tərəfin yığmağa başlayırıq. İndi yazıram ki, məhz buxar soyuyur. Yenə nə olmalıdır? Cm delta T. Buraya yazmamışıq ki, Cm delta T. Yenə qızma varsa Cm. Qızmağa hansı düşürürsə soymağa da düşür. Aydındır. İndi su kondensasiyadır, düzdürmü? Buxar soyuyur deməyək də, buna kondensasiya deyək. Kondensasiya. Buxar soyuyur. Yox, üzr istəyirəm, kondensasiya oraya yazanmarım. Buxar soyuyur, kondensasiyanı buraya yazacağıq. Kondensasiya. Buxar kondensasiya edir, mayeyə çevrilir. Aydındır mı bu hissəsi? Yəni nə olacaq? Elm. İndi vurur ki, təmiz oldu burada su. Burada buxar çoxdur, burada su çoxdur. İndi buradan aşağı gəldikcə maye soyuyur, bəli. Nə olmalı? Yenə Cm delta T. Sonra kristallaşır. Nə olacaq? Lambda M. Aydındır. Burada yazaram ki, buz nə edir? Soyuyur. Yenə nə olacaq? Cm delta T. Bu qrafik sizin üçün bir çox şey əhəmiyyətli şəkildə burada özündə saxlayır. Bu qrafik təhlükəli qrafikdir. Diqqət yetirək. Demək, birinci nəyi bizə göstərir? Birinci odur ki, uşaqlar, cisim buz parçası qızmağa, buxara çevrilməyə qədər nə qədər si miqdarı alıbsa, soymağa da o qədər si miqdarı verəcək. Təbiətdə enerji itkisi ola bilməz, bir vəziyyətdən başqa vəziyyətə keçir. Bax, qızmağa qədər nə qədər enerji alıbsa, buxara çevrilib, qızmağına qədər nə qədər enerji alıbsa, soymağa da o qədər enerji sərf edəcək. Aydındır? Səndən nə soruşa bilər? Soruşar ki,
buzun əriməsinə nə qədər isti miqdarı sərf etdik? Bu qədər. Bəs buzun əriməsinə nə qədər? Bu qədər. Bəs suyun qızmasına nə qədər sərf etdik? Məsələn, buradan bura qədər. Başa düşürük? Məsələn, deyək ki, bəli, suyun qızmasına nə qədər enerji sərf etdik? Deyək ki, suyun qaynamasına nə qədər sərf etdik? Buradan bura qədər. Və yaxud da ki, bu yerinə zaman verər. Deyər ki, məsələn, 20 dəqiqə ərzində nə qədər istifadə etdik? Bu üstəgəl bu. Aydındır. 20 dəqiqə ərzində əvvəlcə qızdırmışıq, sonra əritmişik. Məsələn, deyək ki, 40 dəqiqə ərzində qızdırdıq, əritdik, təzən yerə qızdırıq, təzən buxarlandırıq. Məsələn, 40 dəqiqə buranı götürə bilərik ki, zaman verirsə. Başa düşürük. Yəni, nə qədər enerji sərf etdik deyirsə, onları bir-bir toplayacaqsınız. Bu üstəgəl, bu üstəgəl, bu üstəgəl, bu üstəgəl, bu üstəgəl. Bunların hamısını toplayacaq uşaqlar. 2 dənə təhlükəli ham var. 1. Buzun əridiyi nöqtə. 2. Suyun qaynadığı nöqtə. Bu 2 nöqtə çox təhlükəlidir. Diqqət yetirəcəksiniz uşaqlar. Bu 2 nöqtədə nə baş verir? Sizinlə birlikdə ona baxağın. Ona baxağın. Lap yaxşı. Bir dənə fikir verin. Buz əriyəndə temperaturu nə qalıb? O maraqlıdır. 0 dərəcədə buz əriyir. Aydındır. Su neçə dərəcədə donur? 0 dərəcədə. Nə biləcəyik ki, indi 0 dərəcədəki su donurmu, yoxsa əriyirmi? Yəni, donmağa mı gözü gedir, yoxsa əriməyə görə? Alırsa, qızır, verirsə, soyuyur. Biz buna şahidik. Unutmayın, ərimədə temperatur dəyişməz. Aydındır. Gətirdik, 0 dərəcəyə çatdırdıq. Heç deyə bilərsinizmi, əlində isti buz tutmuşam? Deyə bilərsən, xeyr. Buzun nə qədər temperaturu 0 dərəcəyə çatdı mı? Buzun nə qədər temperaturunu artırıqsa artıraq, ona verdiyimiz istilik miqdarı buzun nəyinə sərf olunacaq? Əriməyinə. Temperatur nə qalacaq? 0. İstilik miqdarı artacaq, daxili enerjisi artacaq, amma temperaturu artmayacaq. Aydındır. Nə enerjisi eləyən buzu isidə bilmirik. Başa düşdünüzmü? Gəldik suyun qaynadığı nöqtəyə. Yəni buz isti buz olmur da, buza suya çevrilir. Məsələn, buzu üstünə sadəcə tutduğumuz yer qaradır. Ha, qara suyun buz kimidir yenə də. O tüstüsüdür tüstüsüdür. Elə bir şey. Məsələn, su neçə dərəcədə qaynayır? 100 dərəcədə. 100 dərəcədə baxın görün temperatur dəyişirmi? Suyun temperaturu. Baxın uşaqlar, mən suyun altının temperaturunu 150-200 dərəcədə artırsam, termometrim əgər şeyin içərisində olsa, suyun içərisində olsa, yenə neçə göstərəcək? 100. Bəs ona verdiyim mənim temperaturum o suyun artlarıcı xeyr. O nəyə çevirməyə sərf edəcək? Buxara, daha sürətli buxara çevriləcək. Ona görə onun daxili enerjisi yenə də artacaq. Daxili enerjisi artacaq. Onun isti miqdarı artacaq, amma digər ki, biz onun temperaturu dəyişə bilməyəcəyik. Bax, bu iki halda temperatur dəyişilmir. Elə olduğu kimi də ərimə və qaynama hissələrində temperatur dəyişmir. Bax, bu olduğu kimi də qalır. Bu hissələri xüsusi olaraq 2 dəfə qəbul imtahanına arxa-arxaya düşüb, 19-da 20-də də bunlar arxa-arxaya bu formada düşüb uşaqlar. Bu ərimə hissələrində daxili enerji artıb, ancaq temperatur 0 olaraq qalıb. Təhlükəlidir, ərimə və qaynama hissələrində temperatur dəyişməz. Təhlükəlidir, buna xüsusi diqqət yetirək. Burada daha başqa da elə çox da böyük bir şey deyəcəyimiz bir şey yoxdur. Əsas hissələri biz dedik. Yəni o hissələrinə bir xüsusi diqqət yetirirsiniz. Bu hissəyinə, bu hissəyə xüsusi diqqət yetirirsiniz. Qalanlarını da biz sizə demiş olduq. Və salam. Salam. Bu sualın şərti necə olur? Baxacaq, gör necə qurub sənin üçün sual şərtlərini. Olar?